Və keçid alırıq növbəti nominasiyaya. Müştəri yönümlü xidmət yanaşması, şəffaflıq və operativlik prinsiplərinə sadiqliyinə görə Azərbaycan Sənaye Sığorta Şirkəti müştəri məmnuniyyəti nominasiyasının qalibi elan olunur. 1996-cı ildən bu yolda sizinlə birlikdəyik. Geniş nümayəndəlik şəbəkəmizlə illərdir xidmətinizdəyik. 30-dan çox sığorta xidmətlərimizlə daim yanınızda olduq. Yerli və beynəlxalq mükafatlara layiq görüldük. İcbari avtomobil sığortası üzrə müştəri məmnuniyyətində sektor lideri olduq. 30 illik təcrübəmizlə müştərilərimizə keyfiyyətli sığorta xidmətləri təqdim etməyə davam edirik. Azərbaycan Sənaye Sığorta Şirkəti. Və mükafatı qəbul etmək üçün səhnəyə Direktorlar Şurasının sədri cənab Rəşad Əhmədov alqışlarınızla dəvət olunur. Cənablar, əvvəla bu mükafata layiq görülmək böyük bir qürur hissidir. Bunun üçün çox təşəkkür edirəm. Və ən böyükləri həyata keçirmək də qürur məsələsidir. Biz Azərbaycanda ümumi aktivlərimizin dəfələrlə daha böyük hissəsini ən böyük sığorta ödənişləri olaraq həyata keçirmiş bir sığorta şirkətiyik. Bu da böyük bir qürur mənbəyidir bizim üçün. Əlavə olaraq Azərbaycanda yerli istehsalatı və ixracatı bu qədər artırma qabiliyyətinə malik, bu qədər böyük iqtisadi təşəbbüslərin var olması və bu istehsalatın həyata keçirildiyini bugün burada görmək olduqca qürur vericidir. Yeni 2026-cı ildə bütün iqtisadi təşəbbüslərimizə Azərbaycanda fəaliyyət göstərən şirkətlərə uğurlar arzulayıram və bir daha bu nominasiyada qalib olaraq bizi dəyərləndirən heyətə minnətdarlığımı bildirirəm. Çox sağ olun.